Müdafiə Nazirliyi tərəfindən təqdim olunmuş 606 nəfər hərbi qulluqçu tam təmirli mənzillərlə təmin olunacaq. Bu barədə Maliyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, cari il üzrə dövlət büdcəsində nəzərdə tutulmuş vəsait hesabına alınan tam təmirli mənzillər növbəti il ərzində hərbi qulluqçulara təqdim olunacaq. Qeyd edək ki, bu günə qədər dövlət vəsait hesabına 4167 nəfər hərbi qulluqçu mənzillərlə təmin olunub. Aylıq əmək haqları 2 dəfə veriləcək. Bu, əmək məcəlləsinə təklif olunan dəyişiklikdə öz əksini tapıb. Layihəyə əsasən, əmək haqqı işçilərə ayda bir dəfədən az olmayaraq verilməlidir. Tərəflərin qarşılıqlı razılığı ilə aylıq əmək haqqı 2 hissəyə bölünərək avans olaraq və qalan hissəsi məbləğində 16 gündən çox olmayan vaxt fasiləsi ilə ayda 2 dəfə verilə bilər. Məsələ ilə bağlı Milli Məclisin deputatı Vüqar Bayramov İqtisadiyyat Aza açıqlamasında deyib ki, indiyə qədər əmək haqqının hesablanması qaydası, o cümlədən vergi hesabatlılığı ayda bir dəfə həyata keçirilirdi. Onun sözlərinə görə əmək məcəlləsinə təklif edilən dəyişiklikdə isə bunun 2 dəfə həyata keçirilməsi təsbit olunur. Deputat bu yeni qaydanın ailə büdcəsinin planlaşdırılması baxımından da çox əhəmiyyətli olduğunu vurğulayıb. O, həmçinin söyləyib ki, bu həm də beynəlxalq təcrübədə tətbiq edilən metodlardan biridir və bu istiqamətdə proqram təminatının da təkmilləşdiriləcəyi gözlənilir. Çünki vergilərin hesablanması və təqdim olunması üçün proqram təminatının təkmilləşdirilməsinə ehtiyac var. Təbii ki, bu da ailənin öz xərclərinin planlaşdırılması və onların sosial aspekti üçün önəmlidir. Nəticədə əmək haqqının daha səmərəli istifadə olunmasına və ailə büdcəsinə xərclərin planlaşdırılmasına gətirib çıxara bilər. Digər tərəfdən bu işçilər üçün xüsusi olaraq büdcənin planlaşdırılması ilə yanaşı həmçinin beynəlxalq təcrübəyə uyğun dəyişiklikdir.